Salam, bugün sizinlə çox maraqlı bir mövzuya baxacağıq. Autizmli insanlar onlayn məkanlarda, məsələn Reddit kimi yerlərdə öz təcrübələrini necə bölüşürlər? Bəli, salam. Bu həqiqətən önəmli bir məsələdir. Əlimizdə də çox samballı bir mənbə var. Trento Universiteti, ABŞ və Britaniya universitetləri ilə birlikdə 700 mindən çox Reddit yazısını analiz edib. Bu haqda Neuroscience News-da məlumat verib. Çox böyük həcmli bir tədqiqatdır, həqiqətən. Məqsədimiz də odur ki, bu söhbətlərə birbaşa qulaq asaq, yəni autizm təcrübəsini məhz onların öz dilindən anlamağa çalışaq. Bəli, görək bu geniş miqyaslı analiz nə deyir? Təsəvvür edin 700 min yazı. Tədqiqatçılar bu qədər məlumatı anlamaq üçün təbii dil emalı, yəni NLP texnologiyalarından istifadə ediblər. NLP, yəni kompüterlər bu mətnləri oxuyub əsas mövzuları çıxarıb. Tam olaraq.